Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Son günlər havaların qəfil soyuması bir çoxlarını düşündürür. Payız aylarında bu cür kəskin dəyişikliklər normaldırmı? Soyuqlar nə qədər davam edəcək və qarşıdakı qış mövsümündə bizi nələr gözləyir? Bu suallara konkret AZA açıqlamasında hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov aydınlıq gətirib. Ekspertin sözlərinə görə payız aylarında temperaturun enməsi tamamilə normal haldır və bu prosesin oktyabr və noyabr aylarında da davam edəcəyi gözlənilir. Oktyabr ayında Abşeron yarımadasında havanın maksimal orta temperatur göstəricisi 20C, minimal orta temperaturu isə 13C olacaq. Noyabr ayında isə maksimal orta temperatur 17C, minimal orta temperatur 12C səviyyəsində proqnozlaşdırılır. Hüseynov bildirib ki, yağıntılar əsasən Astara və Lənkəran rayonlarında daha intensiv müşahidə olunacaq.